Herkese salam, mən Mehman. Bugün direkt mövzuya girim. Video shortlarda gezərkən qarşınıza çıxmışdır. Saxta məlumat var, saxta video var. Nəymiş efendim, Tatar usta var, usta o düzədəymiş Putinə. Amma işin gerçəyinə baxanda bambaşqa bir şey çıxır. Məsələn, o ustalara evə öz məntiqi ilə də baxsan, hardan baxsan ya Koreyalıdır ya da ki də Çinlidir. Bu işin altında bunlar nə qarır? Çox bir fikriniz varmı? Yaxud da ki də nə idi? Bir dəqiqə. İran saxta təyyarələri göy üzünə qaldırıb, Amerika onu gerçək zənn edib bilməm vurub. Yoxsa nə bilim mən, yapay zeka ilə videolar düzədirlər. Yox filan adam ölüb də ölməyibdir. Bu yalan xəbərlərin işin gerçəyi nədir? Manipulyasiya mənə görə. Öz adıma danışıram. Bilən var, bilməyən var. Zaten mənim özüm də çox bir şey bilən deyiləm. İddia etmirəm ki də mən bu mövzuların çox piriyəm, ustasıyam. Elə bir şey yoxdur. Və mənim bilmədiyimi də başqaları bilər, yorumlara yaza bilər və yaxud öz videolarını çəkə bilər. Mən nə deyirəm ki? Əsl mövzu budur ki, mənə görə bunlar yalan xəbərlər çox təhlükəlidir. Çünki YouTube-u bıraq, TikTokda ki, mən TikToka çox girən deyirəm. TikToka girirsən 100 xəbər çıxsa qarşına 99'u yalan olur, biri də bəlkə düz olur. Məsələn, bir adam öldü deyə xəbər çıxmışdı TikTokda. Mənim bir qovumum mənə göstərmişdi. Mən də işin gerçəyini araşdıranda öyrəndiyimiz nədir? Adam ölməyibdi, hatta konsertə çıxır. Elə şeylər çox olur. TikTokda əsasən, YouTube'da da var aslında ya. Bir də olmayan şeyləri olmuş kimi göstərirlər. Nə bilim mən, videoları əlaqəsiz yorumlar edirlər, mahnıları dəyişdirirlər falan filan. Bunların hamısı deyəsən gündəmə düşmək üçündür, keşfətə düşmək üçündür. Bəyə baxırıq, məlumatlandırıcı videolara baxıram. Heç mini izlənmir bəlkə, amma saçma sapan yalan məlumatlara baxıram. Yüz minləri bəlkə keçir. Haqsızsamsa da haqsızam, haqlıysamsa da haqlıyam. Nəysə videoyu da burada bitirirəm. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.